Prezident İlham Əliyevin tapşırığına uyğun həyata keçirilən böyük qayıdış proqramı çərçivəsində azad edilmiş ərazilərə doğma yurda qayıdış prosesi mərhələli şəkildə davam edir. Bu dəfə Cəbrayıl rayonunun Horovlu kəndinə 30 ailə, ümumilikdə 115 nəfər köçürülüb. Köçürülən ailələr müasir standartlara cavab verən fərdi yaşayış evləri ilə təmin olunub. Yeni evlər həm rahatlıq, həm də təhlükəsizlik baxımından ən yüksək tələblərə cavab verir, ailələr üçün uzunmüddətli yaşayış şəraitini təmin edir. Kənddə sosial infrastrukturun bərpası da paralel olaraq davam edir. Elektrik, su və qaz xətləri çəkilir. Yol nəqliyyat və kommunal xidmətlərin təşkili həyata keçirilir. Eyni zamanda sakinlərin məşğulluğunun təmin olunması, kənd təsərrüfatı və digər iqtisadi fəaliyyət sahələrində iş imkanlarının yaradılması istiqamətində də müvafiq işlər görülür. Böyük qayıdış proqramı yalnız yaşayış yerlərinin bərpası ilə məhdudlaşmır, eyni zamanda bölgədə sosial və iqtisadi həyatın yenidən formalaşdırılmasını, təhsil, səhiyyə və mədəniyyət obyektlərinin yaradılmasını da nəzərdə tutur. Köçürülən ailələr doğma yurdlarında ilk addımlarını atarkən yüksək əhval-ruhiyyə nümayiş etdiriblər. Həmrəylik və milli birliyin göstəricisi olaraq bu mühüm prosesin iştirakçıları arasında sevinç və ümid hissləri hakim olub. Qeyd eləyək ki, böyük qayıdış proqramının əsas məqsədi azad olunmuş ərazilərdə əhalinin təhlükəsiz, dayanıqlı və rahat şəkildə məskunlaşmasını təmin eləməkdir. Proqramın uğurla icrası bölgənin sosial-iqtisadi inkişafına, yerli əhalinin rifahına və Azərbaycanın tarixi torpaqlarının yenidən dirçəldilməsinə böyük töhfə verir.